if our Federal Reserve changed interest rates, Əsas bunların parmaklarını. Bəzən televiziyada yaxud ki kino ekranlarında belə birjaları görəndə həm təəccüb edirdik, həm də bunu bir qəribə hadisə kimi qəbul edirdik. Və tamamilə başqa bir maliyyə sistemi, başqa bir iqtisadiyyat sistemi olan bir ölkədə uzun illər yaşadığımıza görə bunlar bizim üçün çox yaddır. Yəni, Let me give you, first let me put this on you, this badge. What is that? And so we're making you an honorary member of the Chicago Mercantile Exchange. İcazə verin, biz sizi Chicago Əmtəə Birjasının fəxri üzvü seçilməyiz münasibətilə bunu sizin yaxanıza taxaq. bir məsələ qaldı ilə. Now, one thing is remained here. O sarı paltardan da mənə verəcəyim. I need to wear one of those yellow clothes. Gedim No, you want a red one. Yox, sizə qırmızısını vermək. Qırmızı You want to verəcəyim. be the member, the trader. Siz gərək o üzv olasınız. Bu We should have had a jacket ticarəti here. aparan. Gərək gətirəydik o qırmızılardan bura. We should have had a jacket. We will send you a trading jacket. Mütləq sizə göndərəcəyik bir dənə o Göndər. ticarət aparmaq üçün kostyumdan. Göndər, göndər. Please send that. Okay. Mən də sizə bir neçə And kitablar I want vermək to give istəyirəm. this present to you, Thank you. several books. Burada birja haqqında bir şey yoxdur. Although there is nothing about stocks in these books, Amma neft haqqında çox şey but var. there are a lot of things about oil in these books. Bunları oxuyarsınız.